Deməli, informatika və onun əsas anlayışları dərsindən başlayırıq. Birinci dərsimizdir. İnformatika və onun elmi predmeti və əsas tərkib hissələri dedikdə, informasiya və informatika sözü iki sözün birləşməsinə əmələ gəlmişdir deyə bilərik. Bu sözlər informasiya və avtomatika sözləridir. İnformatika termini ilk dəfə olaraq fransızlar tərəfindən avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq məqsədilə istifadə olunmuş bir termindir. İlk dəfə ingilis ölkələrində informatika termini əvvəl kompüter elmləri, daha sonra isə bu hal-hazırda olan termin, informatika termini əvəz olunmuşdur. İnformatika dedikdə informasiya və informasiya proseslərini öyrənən bir elm nəzərdə tutulur. İnformatikanın əsas üç tərkib hissəsi var: hardware, brainware və software. Hardware aparat və cihaz təminatı danışmaqdır. Adını danışırıq burada. Qurğulardan söhbət edirik. Qurğular dedikdə monitor, prosesor, siçan, printer, klaviatura, sonra pen mouse, digitizer və s. Hətta kompüterin daxilində olan ana plata, qida bloku və s. kimi qurğuları nəzərdə tuta bilərik. Brainware alqoritm təminatıdır. Biz burada alqoritmləri öyrənirik. Alqoritmlər dedikdə müəyyən bir ardıcıllıq nəzərdə tutulur ki, sonda nəticə əldə edilsin. Software proqram təminatıdır. Proqram təminatında biz kompüterdə olan bütün proqramları öyrənirik. Məsələn, əməliyyat sistemlərini, standart proqramları, driver, yəni yüklənən proqramları, driver vasitəsilə yüklənən proqramları, məsəl üçün, əməliyyat örtüşlərini, tətbiqi proqramları, Word, Excel, PowerPoint və s. kimi digər proqramları nəzərdə tuta bilərik. Sonra informasiya anlayışı və informasiyanın xassələri dedikdə, informatikada informasiya ilkin anlayışdır və ilkin anlayışda tərif yoxdur. Necə başa düşürüksə, ümumi olaraq, obyektiv fikir olaraq deyə bilərik ki, informasiya dedikdə hər hansısa bir məlumat, xəbər, biliklər toplusu başa düşülür. İnformasiyanın mənasının olması şərtdir. İnformasiyada bəzi xassələr var: tamlıq, faydalılıq, dəqiqlik, anlaşıqlıq, adekvatlıq, aktuallıq, obyektivlik və s. xassələrimiz var. Tamlıq xassəsi odur ki, informasiya tam şəkildə olmalıdır. Yəni ki, biz qarşı tərəf ümumiyyətlə xassələr odur ki, ümumiyyətlə xassələr ondan ibarətdir ki, uşaqlar, xanımlar, xassələrimizdə qarşı tərəfə ötürən zaman və yaxud özümüz həmin informasiyanı qəbul edən zaman bu xassələr ödəməliyik. Tamlıq xassəsi odur ki, informasiyanın obyektin, yəni vəziyyəti haqqında düzgün qərar qəbul etmək üçün kifayət qədər olan məlumat deməkdir. Faydalılıq xassəsi odur ki, informasiya onun hər hansısa bir məsələnin həlli rolunda faydalı olması deməkdir. Dəqiqlik xassəsi informasiyada dəqiqlik xassəsi odur ki, lazımi siqnalların vaxtında alınmasının kafiliyi ilə təyin edilir dəqiqlik informasiyası xassəsi. Bu xassədə biz elə bilik ki, məsələn, deyiriksə ki, sabah saat 5-də görüşək və həmin saatda artıq informasiya ötürür ki, biz görüşəcəyik saat 5-də. Və yaxud bir də deyə bilərik ki, sabah görüşərik. Bu artıq dəqiqlik. Dəqiq olanda artıq onun saatı, zamanı dəqiq şəkildə bizə bildirilir. Anlaşıqlıq başa düşülənlik deməkdir. Başa düşülən nə deməkdir? Başa düşülən o deməkdir ki, hər kəsin şəxsi şəkildə başa düşəcəyi bir şəkildə informasiya ötürülməli və yaxud qəbul edilməlidir. Dəyərli informasiyalar olmalıdır. Məsələn, dərsdə dediyim kimi 3 yaşlı uşaqla 5 yaşlı 3 yaşlı uşaqla 5-ci sinif uşağına eyni anda eyni bir sözü desə, 3 yaşlı təbii ki anlamayacaq. 5-ci sinifdə oxuyan şagird isə müəyyən qədər anlayacaq. Sonra obyektivlik xassəsi nədir? Obyektivlik xassəsi obyektiv gerçəyə uyğun olan xassədir ki, biz burada həm subyekt, həm obyektiv fikirlərin əsaslansaq belə danışa bilərik ki, subyekt hər kəsin öz fikridir, hər kəsin öz yanaşmasıdır. Obyekt isə ümumi olaraq hər kəsin fikrindən, yəni insanların fərdi olaraq fikirlərindən deyil, ümumi olaraq həqiqəti əks etdirən informasiya növüdür. Etibarlılıq xassəsi isə etibarlı məlumat deməkdir. Etibarlı məlumat, etibarlı informasiya deməkdir. Etibarlı informasiyanı biz alırıq etibarlı saytlardan, mənbələrdən.
və bunun əsasən də biz ona etibarlı informasiya deyə bilərik. Aktuallıq gündəmdə olan deməkdir. Aktuallıq informasiyasının xassəsi, informasiya aktuallığı onun cari zamana uyğunluğu deməkdir. Məsələn, hal-hazırda əgər siz mənim bu videoma baxırsınızsa, bu video sizin üçün aktualdır, amma videonu dayandıqdan sonra aktuallığını itirəcək. Eləcə də gün ərzində baş verən proseslər də həmin zaman üçün aktualdır. Zaman keçdikcə artıq aktuallığını itirir. Adekvatlılıq məqsədə uyğunluq deməkdir. Yəni, informasiyanın məqsəd və vəzifələrə nə dərəcədə uyğunluğunu bildirir, cavab vermə qabiliyyətini bildirir, belə deyək. Məsələn, məsəl üçün, fərz edək ki, məqsədiniz puzzle yaratmaqdır. Puzzle bilirsiniz, yəqin ki, nədir? Xırda-xırda parçalardan böyük bir əsər yaradırsınız da, yəni hansısa bir mənzərəni yaradırsınız. Əgər siz onun qarşısına məqsəd qoyub, elə onu bir gün bir dənə, 2 gün 2 dənə əlavə edirsinizsə, bu artıq sizin necə deyim, biganə yanaşırsınızsa, o sizin məqsədinizə uyğun deyil. Adekvat odur ki, qoyduğun məqsədə uyğun informasiyalar qəbul et və ona uyğun nəticədə cavab ver. Bu deməkdir. Təzəllili informasiya təzə olmalıdır. Təbii ki, 2026-cı ildə isə 2026-nın xəbərləri bizim üçün aktualdır. Aktualdır. Daha sonra qiymətlilik. Qiymətlilik odur ki, informasiya aktarlanan zaman lazımlı olması deməkdir. Yəni ki, informasiyanı lazımlı şəkildə bilməliyik. İnformasiya növləri dedikdə vizual, duyğu üzvlərimizə görə 5 növ informasiyamız var. Vizual, audio, dad, qoxu və taktil informasiyamız var. Bu informasiyalar gözlə aldığımız informasiya vizual, səslə aldığımız informasiya audio, dillə dad, burunla qoxu, dəri ilə isə taktil informasiya alırıq. 90% alırıq vizual informasiya, 9% alırıq video, yəni video deyirəm, audio qulaq vasitəsilə, digərləri ilə isə 1% alırıq. Sonra informatikanın informatik baxımından informasiyanın növləri isə mətndir. Bildiyimiz kimi hərflərlə yazılmış mətnlər daxil edilir, mətnə aid edilir. Ədədi ədədlərlə bağlıdır. 2, 3, nə bilim 4, 5 bu şəkildə əlavə edə bilərik. Audio səsli, səs videosudur. Məsələn, səs videosu, quşların cəhcəhi, maşının səsi, hal-hazırda bu videonun səsi. Düzdür, indi biz burada həm audio, həm video şəkildə göstəririk. Ona görə videoda səsli ilə qrafikin qarışığıdır normalda, amma biz məsələn təkcə səsimi eşitsəniz, görüntü görməsəniz, eşitsəniz, səsim sadəcə olaraq sizə gəlsə, bu səsli bir informasiyadır. Məsələn, səs yazısı və s. bura aiddir. Qrafikiyə həm şəkillər, həm sxemlər, çertiyojlar, diaqramlar aid edilir. Məntiqi, doğru və yaxud yanlış, true və ya false-dur. Video görüntülər isə video şəkildədir. Kliplər, filmlər, kinolar, cizgi filmləri bura nümunədir. Video informasiya, elə bilin ki, audio ilə qrafikinin kombinasiyasına yaranan bir informasiya növüdür. Multimedia qurğularından aldığımız informasiyadır. Radio dalğalar isə sadəcə adını bilsəniz yetərlidir. Sonra informasiyanın 2 növ siqnal var, analog və rəqəmsal siqnal. İnformatikanın təsvir üsuluna görə 2 növ informatikamızda 2 forma belədir. 2 forması, 2 təsvir üsulu, 2 siqnal versiyası var. Analog kəsilməzdir. Duyğu üzvlərimiz vasitəsilə gün ərzində həyatın akışına uyğun olaraq aldığımız informasiyalardır. Digital rəqəmsal kəsilən diskret informasiya isə kodlaşdırılmış 0-1-lərlə kodlara çevrilmiş informasiya növüdür və bu informasiya növü məsələn biz YouTube-dan, televizora baxanda, nə bilim, kompüterə baxanda və s. kimi texnologiyaya əsaslanan qurğulara baxanda aldığımız informasiya növüdür. Hal-hazırda siz YouTube-da bu video izləyirsinizsə, deməli bu rəqəmsal bir informasiya, rəqəmsal siqnalları ötürən bir informasiya versiyasıdır. Verilənin növlərinə ehtiyac yoxdur. Sadəcə verilən anlayışını deyə bilərik ki, bizdə var informasiya, verilən və bilik anlayışı. İnformasiya mənasının olması şərt olan məlumatlardır. Verilənin mənasının olub-olmamasının önəmi yoxdur. Bilik isə verilənlərin deyil, informasiyanın dərk olunmuş halıdır. Yəni ki, vərdiş halına çevrilmiş informasiyaya biz bilik deyirik. Məsələn, bu il 2026-cı ildir. Siz kitabxana sahəsində çalışırsınız. Mənim adım Ramizədir. Mən informatika müəlliməsiyəm. Bu kimi biliklər bu artıq bilikdir. Yəni bu informasiyalar vərdiş halına gəldiyi üçün bu artıq bilikdir. Məsələn, 18 yaşına çatmış oğlanlar əsgər gedirlər və s. kimi versiyalar.
İnformasiyanın əsas prosesləri toplanılması, saxlanılması, emalı və ötürülməsidir. İnformasiyanın toplanması odur ki, informasiya toplanan zaman hər hansısa bir mənbədən məlumatın alınması deməkdir. Məsələn, hal-hazırda siz bu videodan məlumat alırsınız və bu sizin üçün toplanmadır. Əgər mən hal-hazırda sizinlə danışdığım şəkildə müəyyən qeydlər aparırsınızsa və onu dəftərinizə, hər hansısa bir qeyd kitabçasına qeyd edirsinizsə, bu artıq sizin üçün informasiyanın saxlanılmasıdır. İnformasiyanın saxlanılması, yəni hər hansısa bir informasiya daşıyıcısında informasiyanın saxlanılması. Məsələn, perfolentlər, perfokartlar, maqnit lentləri, kağız üzərində də saxlaya bilərsiniz, flash kartlar, yaddaş kartları, disklər, hər birinin üzərində biz informasiyanı saxlaya bilərik. Çünki müəyyən qədər informasiya daşıyıcılarıdır. İnformasiyanın emalı isə hal-hazırda belə deyək, informasiyanın emalı odur ki, məzmun dəyişmir, sadəcə olaraq formasını dəyişərək həmin o informasiyanı anlayırıq, emal edirik deyə bilərik. İnformasiyanın emalı qarşıya qoyar, məsələn, həlli deməkdir. Elmi cəhətdən cümləmiz budur. Yəni, məsələn, siz indi PDF oxuyub və yaxud bu videonu izləyib, müəyyən qədər beyninizdə dərs haqqında fikir biləcəksiniz. Amma onu özünüz üçün artıq qarşı tərəfə ötürəndə, məsələn, mən sizə dərsdə deyəndə ki, məsəl üçün, informasiyanın saxlanılması nə idi? Siz artıq onu beyninizə, yadınıza salarsınız ki, informasiyanın saxlanılması nə idi? Və bu artıq beyniniz emal edir və sizə deyir ki, informasiyanın saxlanılması müəyyən daşıyıcılarda saxlanan informasiyalardır. Bu proses informasiyanın saxlanma prosesidir. Artıq bunu siz emal elədiniz, siz beyninizə emal elədiniz və o cavabı mənə qaytardınız. Bu artıq sizin üçün emal prosesi olur. Sonra informasiyanın ötürülməsi və ya istifadəçiyə çatdırılması, biz bunu əsas olaraq informasiya ötürülməsi götürürük. İnformasiyanın ötürülməsi anlayışı mənbə, qəbul edici və rabitə kanalına əsaslanır. Mənbə bizim mənbə informasiyanı ötürən, qəbul edici isə informasiyanı qəbul edən şəxsə deyilir. Rabitə kanalı isə ötürücü ilə qəbul edən arasındakı əlaqəni təyin edir. Rabitə kanalı teleqraf, telefon, peyk rabitəsi və s. kimi ola bilər. Biz sizinlə dərsdə MIT proqramı üzərində keçirik. Əslində MIT vasitədir, vasitəçidir. Rabitə kanalı isə internetdir. Əgər internet problemi yaransa, artıq MIT proqramı da işləməyəcək. Mənimlə sizin aranızdakı əlaqəniz də pozulacaq. Buna görə informasiya ötürücüsü dedikdə mənbəni, qəbul edicisi dedikdə qəbul edəni, rabitə kanalı isə iki şəxs arasında belə deyək də mübadiləni yaradan hissə edirik biz. Bu şəkildə bura qədər keçmişik dərsdə. Məncə bura qədər yetərlidir. Ümid edirəm ki, qısa məlumat sizə aydın olar. Sabahsı davamını keçərəm sizin üçün.